Akıl Bakbatı kanalında size hoş geldik. Bismillahirrahmanirrahim. Salam mənim dadlı, duzlu şəkər balalarım. Hamınızı xoş gördük və ümid edirəm ki, halınız daha da yaxşıdır. Sizlər üçün Futbol Topu adlı nağılı danışmaq istəyirəm. Əzizlərim, gözəl bir yaz səhəri idi. Hava elə isti idi ki, sanki yay gəlmişdi. Bütün meşə sakinləri bahar təmizliyinə başlamışdı. Hamı bir-birinə kömək edirdi. Balacalar isə oyun oynamaq istəyirdilər. Qərara gəldilər ki, futbol oynasınlar. Amma burada oynasalar iş görənlərə mane olacaqdılar. Onlar analarından icazə alıb meşənin kənarındakı meydançaya getdilər. Siçan balası dedi: Atam mənə yeni top alıb. Gedim onu gətirim. O, qaçaraq gedib evdən topu gətirdi. Dostları çox sevindilər və qışqırdılar. Ay, nə gözəldir. Gəlin tez oynayaq. Siçan dedi: Əvvəlcə 2 komanda düzəldək, sonra oynayaq. Heyvanlar tez komandalar yaratdılar və oyun başladı. Siçan çox çevik idi. Qaçaraq ilk qolu vurdu. Sevincindən ucadan qışqırdı. İndi fil də qol vurmaq istəyirdi. O, topu qapıya vurmağa çalışdı, amma siçan qarşısına keçdi. Fil tarazlığını itirib yerə yıxıldı. Böyük fəlakət baş verdi. Fil yıxılarkən topun üstünə düşdü və top partladı. Siçan ağlamağa başladı. Mən bu topla məşq edib şəhərdəki yarışmaya gedəcəkdim. İndi topum yoxdur. Bəs mən nə edəcəm? Fil çox peşman oldu və dedi: Bağışla siçan, mən sənə zərər verməmək üçün çalışdım, amma bacarmadım. Qurbağa dedi: Narahat olma, yenisini şəhərdən gətirə bilərik. Siçan kədərli halda dedi: Mənim zamanım yoxdur. Bir neçə günə yarış başlayır. Tülkü dedi: Onda başqa bir şeylə oynayaq. Məsələn, kakosla. Dovşan dedi: Kakos çox bərkdir. Başımıza düşsə bizi incidər. Meymun dedi: Onda balqabaqla oynayaq. Dovşan dedi: Balqabaq tez əzilər, bu da olmaz. Uzunqulaq sakitcə söhbətə qulaq asırdı. Birdən ağlına bir fikir gəldi. Bizə yumşaq bir şey lazımdır. Bəlkə pambıqdan top düzəldək. Bütün heyvanlar güldülər. Uzunqulaq utanıb başını aşağı saldı. Bu an ağacda oturan göyərçin soruşdu. Niyə bu qədər gülürsüz? Fil dedi: Uzunqulaq pambıqdan futbol topu düzəltməyi təklif etdi. Göyərçin biraz düşündü və dedi: Bu çox yaxşı fikirdir. Siçan tez meşədən pambıq yığıb gətirdi. Göyərçin pambıqları topun içinə doldurdu və dimdiyi ilə tikdi. Nəhayət yeni pambıq futbol topu hazır idi. Göyərçin dedi: Baxın, artıq topunuz var. Düzdür, çox hündürə tullanmaz, amma oyun oynaya bilərsiniz.
Siçan çox sevindi. Çox təşəkkür edirəm. Bütün heyvanlar göyərçinə təşəkkür etdilər. O gülümsədi və dedi: Bu təşəkkürlər Uzunqulağın haqqıdır. Çünki pambıqdan top onun fikri idi. Heyvanlar xətalarını başa düşdülər və Uzunqulağa təşəkkür etdilər. Sonra hamı birlikdə pambıq topu ilə oynadılar və çox gözəl vaxt keçirdilər. Bəli, əziz balalar, hər problemin bir həlli var. Sadəcə bir qədər düşünüb beynimizi işə salmalıyıq. Bu zaman ortaya çox gözəl işlər çıxacaq. Əzizlərim, nağılımız barədə şəkil çəkib bizə göndərməyi unutmayın. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun. Hələlik.